Aleykumussalam və rəhmətullahi və barakatuhu. Qardaş soruşur ki, yəni cəhmilərlə aşarilərin etiqadı haqqında məlumat verərdiniz. Bunlar kimlərdir? Yəni cəhmilər bidət əhlidir, bidət əhlidir və kəlam əhli adlanırlar. Əhlül kəlamdır və Cəhmiyyə firqəsinin əsas manislərindən biri, onu yəni bayağını daşıyan belə deyək, kimdir? Cəhmi ibn Safvan. Yəni o yaradı bu firqəni. Və Cəhmiyyə firqəsinin etiqadlarının əsaslarından da biri budur ki, onlar ad və sifətləri, Allah Subhanahu wa ta'ala ad və sifətlərini inkar edirlər. Ad və sifətləri bütünlüklə inkar edirlər. Və Şeyxülislam İbn Teymiyyə rahmehullah düzdür, onları 3 qismə bölüb və deyir ki, onların bəzisi var ki, adları isbat edir, sifətləri inkar edir. Bəzisi var ki, ümumilikdə sifətləri inkar edir. Ümumilikdə ad və sifətləri inkar edir və məcaz babından sayır. Hər bir halda, yəni onlar kəlam əhlidir, Allah Subhanahu taala ad və sifətlərini inkar edirlər. Yəni onlarda bu təvhid sayılır. Və ad və sifətləri məcaz babından sayırlar. Və həmçinin bir çox qeybi məsələləri, axirət məsələlərindən bir çoxlarını inkar edirlər. Axirət məsələlərindən bir çoxlarını inkar edirlər. Məsələn, sıratı inkar edirlər. Sırat körpüsünü, həmçinin mizanı, tərəzini, həmçinin rü'yətullahi təbarək və tealəni, Allah təbarək və tealəni görməyi inkar edirlər. Həmçinin qəbir əzabını və cənnət və cəhənnəmin fani olduğunu deyirlər, əbədi olduğunu demirlər. Aydındırmı? Yəni, onların etiqadları bax budur. Və həmçinin onlar ad və sifətləri ona görə inkar edirlər ki, onlar deyirlər ki, yəni ad və sifətləri ispat etsək, biz Allah Subhanahu cisim vermiş olaraq. Niyə görə? Çünki sifət cismin üzərində durur. Yəni cisim olmadan sifət ola bilməz. Yəni bu şək yoxdur ki, bu batil kəlam əhlidir, insan fikirləridir, batil fikirlərdir. Və deyirlər ki, ona görə sifəti inkar edirik ki, ispat eləmirik ki, çünki sifəti ispat etmiş olsaq, Allah Subhanahu cisim vermiş olaraq, Allah Taala cisimlə münezzəhdir və s. Yəni, batıl fikirlər. Əksinə, yəni Allah Subhanahu taala özünü necə vəsf edibsə, elə vəsf etmək lazımdır. Başqa şeylərə girmək lazım deyil. Və həmçinin onlar özlərində Allah Subhanahu taala'yı tənzih edirlər. Yəni, güya onlar özlərində ad və sifətləri inkar etməklə Allah Taala'nı münezzəh tuturlar. Yəni, eyib və nöqsanlardan uzaq tuturlar. Hansı ki, bu özü Allah Taala'nın özünü vəsf etdiyini inkar etmək deməkdir. Aydındırmı? Və həmçinin Quranın məxluq olduğunu deyirlər. Və həmçinin Allah Subhanahu taala sifətlərindən bəziləri var ki, onların bir qismləri var ki, Allah Taala'nın sifətlərindən məsələn qüdrəti, elmi və kəlamı və s. sifətləri inkar edirlər. Və bidət əhlidir, azğın firqələrdən biridir, İslamda çıxan azğın firqələrdən biridir, cəhmilər. O ki, qaldı aşarilərə, firqatun kələmiyyətun, yəni kəlam firqəsidir, kəlam əhlidir və bu firqənin də banisi Əbul Həsən Əl-Əşəridir və hansı ki, bu firqə Quran və sünnənin dəlillərindən önə ağlı və kəlamı qoyurlar. Və Quran və sünnənin dəlilləri ağla və məntiqə, kəlama uyğun gəlməzsə, onu qəbul etmirlər. Aydınırmı? Bu firqə də kəlam əhlidir. Və lakin aşari firqəsi, aşarilər əhl-i sünniyə ən yaxın firqədir, lakin əhl-i sünnə deyirlər, əhl-i bidə adlanır. Və həmçə onlar əqidə məsələsində, yəni Allah Subhanahu ad və sifətlərindən 7-sini isbat edirlər. Əl-həyat, əl-ilm, vəl-qudra, vəl-iradə, vəl-səmi, vəl-basar, vəl-kələm. Yəni, həyat, elm, qüdrət, iradə, eşitmək, görmək və danışmaq. Və qalan sifətləri isə təvil edirlər. Hətta bunların özündə də belə təvilə yol verirlər bu sifətlərdə. Və həmçinin, yəni onlarda məsələn bu kəlam deyildikdə, kəlam sifəti, hansı ki 7 sifətdən biridir da, kəlam deyildikdə, yəni onlar Allah Subhanahu wa ta'ala kəlam sifətinə əhl-i sünnə kimi etiqad eləmirlər. Əhl-i sünnə kimi etiqad eləmirlər. Məsələn, əhl-i sünnə nə deyir? Deyir ki, kəlam sifəti var, Allah sifəti danışır, istədiyi formada səslə və hərflə danışır.
Amma onlar isə bunu demirlər. Aydındır. Onlar kitab sünnəyə müxalifdirlər bu məsələdə. Həmçinin Aşarilər deməli iman məsələsində belə əhl-i sünnəyə müxalifdirlər. Və onlar murciyələrlə Cəhmiyyə firqəsinin ortasındadır. İman babında, iman məsələsində. Məsələn, murciyələrə görə təkcə bir dənə şəhadəteyni denən əməl etməsindirlər. Səninlə Cəbrailin, Mikailin, peyğəmbərlərin imanı birdir. Lakin cəhmiyyələr nə deyirlər? Cəhmiyyələr deyirlər ki, yəni, əgər sən la ilahə illallah desən, yəni iman gətirdikdən sonra böyük günah etsən, sənin imanın müdəfəli gedir. İman səndən çıxır. Və insan qalır əl-mənzilətü beynəl mənziləteyni. İki mənzilə arasında, üçüncü bir mənzilədə. İki mənzilə arasında, üçüncü bir mənzilədə qalır. Və küfrə düşər, böyük günaha düşərsə, insan o mənzilədə qalır. Yəni küfrə düşür insan. Və imanı bütünlüklə silirlər. Və insan tövbə etsə qayıdır, tövbə etməsə və müxalətun finnər, əbədi cəhənnəmdə qalır. Bu cəhmiyyələrin etiqadıdır. Həmçinin Aşarilərə görə, həmçinin Aşarilər qəza və qədər məsələsində belə əhl-i sünnətə müxalifdir. Əhl-i sünnətə müxalifdir qəza və qədər məsələsində. Və Aşarilər sadəcə əhl-i sünnəyə yaxındır, etiqad məsələlərində əhl-i sünnəyə yaxındır. Yəni, cəhmiyyələr kimi, mötəzilələr kimi, murciyələr kimi azğın zəlalətin lap belə şiddətli yerində deyirlər, azğın deyirlər. Aşarilər zəlalətdədirlər, lakin murciyələrin, cəhmiyyələrin nisbətən əhl-i sünnəyə biraz yaxındırlar. Və lakin əhl-i sünnə yenə də sayılmırlar. Və bu da o deməkdir ki, yəni bidətlər bir dərəcədə deyil. Bidət bir dərəcədə deyil. Ona görə firqələrin biri-birindən daha zəlalətdə olması, birinin digərinə nisbətən zəlalətinin daha az və yaxud obrisinin daha çox olması onu göstərir ki, bidətin də belə dərəcələri var. Bidətin də dərəcələri var və ona görə də o bidət əhli, bidət firqələr biri-birindən dərəcəsi daha zəlalətdə və yaxud daha yuxarıdadır. Haqqa yaxın, əhl-i sünnətə yaxın. Və həmçinin Aşarilər təvhid məsələsində də belə əhl-i sünnətə müxalif olublar. Məsələn, əhl-i sünnə vəl cəma nə deyir? Deyir ki, təvhid mükəlləf olan bir qula ən vacib əmrlərdən biridir. Allah subhanahu wa ta'ala təkləşdirmək rububiyyətdə, uluhiyyətdə, əsma və sifətdə. Yəni, Allah Teala özünü necə vəsf edibsə, onu elə vəsf etmək, necə ispat edibsə özünü, öz nəfsini, onu elə ispat eləmək, elə vəsf etmək və həmçinin Rasulü Allah Teala necə vəsf edibsə, elə vəsf etmək. Və Allah Teala sifətlərini inkar etməmək və həmçinin Allah Teala sifətlərini, adlarını təhrifə, təatilə, təkifə və təmsilə yol vermədən ispat eləmək. Və onlar isə bu məsələdə isə əhl-i sünnətə müxalif olublar, Aşarilər. Və Aşarilər də bir sözlə kəlam əhli gedir və əhl-i bidət gedir. Və lakin onların bidətinin, yenə edirəm, zəlaləti cəhmiyyələrə baxanda biraz əhl-i sünnətə yaxındır. Lakin cəhmiyyələrin zəlaləti daha pisdir, daha çox azğın bir zəlalətdədirlər. Allah bir daha da olsun.